Qarabağın möhtəşəm qapıçısı Mateusz Kahalski Polşa mətbuatına verdiyi müsahibə ilə yenidən gündəmə gəlib. O, açıqlayıb ki, yay transfer dönəmində Avropanın müxtəlif liqalarından tam 15 klub onunla maraqlanıb. Lakin bütün bu təkliflərin içində o, yalnız bir komandanın adını çəkinmədən seçib – Qarabağı. Kahalski deyir ki, Avropanın bir çox klubları sadəcə maraq göstərsə də, real və ən ciddi təklif məhz Azərbaycan çempionundan gəlib. O, qərarını belə izah edir. Bəzən futbolçu yalnız karyera deyil, həm də doğru layihə və düzgün atmosfer axtarır. Mən bunu Qarabağda tapdım. Çempionlar Liqasında ardıcıl parlaq performans göstərən Polşalı golkiper artıq təkcə Qarabağ azərkeşlərinin yox, Avropa futbol dairələrinin də diqqət mərkəzinə düşüb. O, etiraf edir ki, uğurlu çıxışlarından sonra yenidən top 5 liqalardan sorğular gəlməyə başlayıb. Amma Kahalski hələlik diqqətini tam olaraq Ağdam klubunda oyuna və Çempionlar Liqasında daha az gol buraxmağa yönəldib. Bu, mənim zirvəm deyil, mən daha böyük məqsədlərə doğru gedirəm. Polşalı qapıçının bu sözləri futbol ictimaiyyətində bir sual yaradır. O, növbəti mövsüm Qarabağdan böyük bir Avropa klubuna keçə bilərmi? Bununla belə, Kahalskinin səmimi açıqlamaları göstərir ki, onun Bakıdakı uğur hekayəsi hələ yeni başlayır. Onu həm Qarabağda, həm də Avropa səhnəsində daha böyük sınaqlar gözləyir. Sizcə, Mateusz Kahalski 2026-cı ildə top 5 liqalardan birinə keçid edə bilərmi? Bu gün ən son idman xəbərləri üçün kanala abunə olun, bildirişləri yandırın.